Evdə yoldaşım mənimlə çox kobud davranır, mənə qarşı sərtdir, məni təhqir edir və günahlandırır. Amma evdən kənarda, adamların içində mənə qarşı mehribandır, nəzakətlidir. Sizcə bunun psixoloji səbəbi nə ola bilər? İlk öncə onu bilin ki, bu davranışın sizinlə heç bir əlaqəsi yoxdur. Yoldaşınız cəmiyyət içində ictimai maska taxır. O ətrafa öz real mənni yox, sosial mənni göstərir və bu zaman onda özünə nəzarət güclü olur. Ona görə də adamların içində o sizə qarşı nəzakətli davranır. Amma evdə və ikiniz tək olduğunuz zaman bu zaman özünə nəzarət aşağı düşür və bu zaman yoldaşınız sizə öz əsl real mənni göstərir. Bunun ikinci bir səbəbi də onun güc arzusunda olmasıdır və sizin üzərinizdə güc, hakimiyyət qurmaq istəyi ilə bağlı olaraq o sizi daim təhqir edir, alçaldır və bununla özünün dəyərsizlik hissini kompensasiya edir. Yoldaşınızın qəzəbini evdə sizə yönləndirməsinin bir digər səbəbi isə o həyatda insanların içində özünü zəif, gücsüz hiss edir və bu zaman bu zəifliyi gəlib evdə sizin üzərinizdə nəzarəti gücləndirməklə hakimiyyət quraraq bərpa edir. Belə bir vəziyyətdə siz bu davranışları normallaşdırmamalısınız. Əgər yoldaşınız evdən kənarda özünə nəzarət edə bilirsə, deməli bu nəzarəti evdə də edə bilər. Bir insan sənə ancaq başqalarının yanında nəzakətli davranıb hörmət göstərirsə, unutma ki, bu hörmət deyil, roldur.